Mən bir işim heç vaxt promoy alınmır. Bu açarı yoxdur. Bütün gün onun sənədləri ilə məşğul olmuşum. Görürsünüz, bax Qazi Müdövdün ilk günü. Xeyirli uğurlu olsun. Salam dostlar. Qazi Müdövd alıram part 2. Bildiyiniz kimi getmişdik keçən dəfə Qazi Müdövdə baxmağa və qərar verdim, behin göndərdim. İndi isə gedirik adıma kesməyə maşını, görək nə olur. İzləmədə qalan. Bu raketin pilotu sizsiniz. Bəli, sabahınız xeyir olsun. Buradasan? Hə, əsas 31-ci buradadır. Əslində 31-ci pis sözdür, türk dilində. Pis söz deyil, yəni mənası var. Amma pis, sonradan ağlıma gəldi, xəbərim var. Mən maşın olaraq 31 deyirdim. Getdim evə həmən günü ki, belə-belə, birdən dedim 31-ci deyirəm da uşağa. Bu da Türkiyədə işləyib eləyib illərlə. Şirvanın dövründə mən o qədər çətinliklərim oldu. Nəyin dövrü? Mən də buna deyirəm, bu da ağlına başqa şeylər gəlir. Konkret başqa şeylər gəlir. Mən nə demirsən, mənə pis məna verir o. Nə deyəsən? Gedib elə ev tapmamışam. Qardaş, bu söhbət deyil artıq. Bu söhbət çox ağır oldu. Yəni sənədlərində problem olmasa. Hər şey qaydasında olsa bəsdir. Motor dəyişdiyinə görə problemdir. Əli olmasaydı, bizim də ələ yerində götürərdik bəlkə də maşını. Bizi düşündürən də oldu. Bir dənə pul çıxardaq. Pulumu ver. Ver görüm. Все. Getdik. Dostlar, biz çatdıq. Burada çələ çəkdik ki, icazə vermədilər çox güman ki. Uzun uzadı söhbətlərdən sonra, ürək sıxıcı söhbətlərdən sonra maşının motoruna görə problem var idi. Onu həll eləyənə kimi də dedilər, çəkməyə hoşum, onu saxladım. İndi gəldi, axır ki, sənəd motor söhbətini həll elədik. İndi də gəldik maşını götürməyə, gedirik aza keçirməyə. Maşınımız budur. Hə, açıq qalır. Mənim bir işim heç vaxt promoy alınmır, ancaq gərək ən çətin necədirsə elə alınır. Bu açarı yoxdur. Damızı buna süstürmək lazım. Deməli dostlar, Aydın gedib maşının sənədlərini əldə eləməyə. Xeyirli olsun Aydın. Deməli xülasə, artıq Qazi Müdövdün içindəyim. Xeyirli olsun qardaşım. Sağ ol, sağ ol. Bibim oldu. Bugün bütün günü Xırdalanda yol polisində keçmişik günümüzü. Dediyimiz kimi o Mazda motoru söhbəti, gün onun sənədləri ilə məşğul olmuşuq. Nəhayət uzun sözün qısası həll elədik. Heç nə, aldıq. İndi gedirik, maşın tormuzu tutmur, bir də akkumulatoru şeydir, zəifdir. Gedirik bir lağı düzəldək ki, maşını sülə bilək. Akkumulator almalıyıq, qalıcandakı əsas tormuz deyək, tormuz yerə girmək içində. Tormuz. Burada bir dənə soruş da. Deyirlər burada ancaq Volga düzəldən yer var, ona gəlmişik, almışıq deyəsən. Orada bu şey gördüm, Qaz 21 gördüm. Belə nə olur? Zapçaslar da olmalıdır. Tormuz əsas həll eləyək. Daha sağ olsun, usta açır, baxsın görək nədir. Çünki doğrudan tormuz sıfırdır, sıfır. Bildiyimiz sıfır. Bu düzəlsin, sonra akkumulyator, sonra da başlayırıq növbəti istədiyimiz şeyləri yığmalara. Belə, xoşbəxt sonunla bitdi. Çətin olsa da bugünkü günümüz. Nəhayət Qazi 24 sevdam sona çatdı. İndi qaldı o sevdam Qazi 24-ü xoruz eləmək. Biz indi qəşəng kotlet yumurta yedik də. Əsas o tormuzumuz düzəlsin, ən çox odur, vacib. Akkumulyator alınan şeydir. Yemək gedək. Usta çıxıb gedirdi, deyir sabah gələrsə, paltara gedib. Nətər yalvardımsa, yazığı gəldi belə, yazığa çıxardıq puzat versin. Sana taksilə gedib və bu işi düzəldib verərik. Usta gedirdi, yoldan döndərdik. Aydın qalıb yollarda. Səhərdən gedib gəlir. Biz hələ də ustadayıq. Hələ tormuz sistemi düzəlir. Bütün arxa, qabaq, nə sistemdə nə varsa hamısı sıfırlandı. Çünki tormuz sistemi yox idi.
Hələ yekunlaşmayıb. Saat 9-da evdən çıxanıq. Saat 8-dir. Hələ də buradayıq. Hələ gedib akkumulyator alınmalıdır. Sabahda iş günü. Zirvələrə doğru həmişə. Bizim getdiyimiz maksimum zirvə budur. Yerə pis deyil. Yerində dayanmaqdan pis deyil. Görürsünüz. Bax, Qazi Müdürün ilk günü. İlk günü, yəni aləmi vurduq bir-birinə. Axırıncı telefon qaldı. Yəni ilk günümüzdən şu evakuatorla gedirik. Hər şey elədik, düzəltdik. Akkumulyator aldıq. Vakatkalar düzəltdik. Tormozun sistemini düzəltdik. İndi isə vurduq nə elədik? Benzin qutardı, dizel qutardı. Hopdadı. Hava getdi. Hava gedəndən sonra biz onu qutaladıq, deşdik qutardıq. Burada yeri akan dizel. Hə dostlar, vəziyyət belə oldu. Xaloğlu gəldi köməyə, Ops Xaloğlu ilə. Bu adı tanıyırsınız da bu vlogdan. Kamran da bütün gün əziyyət çəkib. Bugün nə qədər maşın itələmişik. Bəlkə də bir evə kimi itələsəydik, evə geri çatmışdıq. Yəni o dərəcədə maşın itələmişik. Sarıya da yenerdik. Bu Qazi Müdürümüzün ilk günüdür. Xeyirli uğurlu olsun. Amma özümüz qırdıq ha. Aşağıda gəldik. Farşıqda dedə açın hava çıxardın, xoddansın. Açağında biz dibindən onu neyəsə qırdıq elədik. Başladı dizel fıskırtmağa. Və risk edib maşın sürənməliydi. Evakuatorla aparıq motoristin yanına. Belə, bugün yekunlaşır, bu da Part 2-nin sonu olsun. Part 3-də görüşərik.